Bugün onlayn şəkildə bizim 3-cü dərsimiz oldu. Bugün də baxın özünüz ən yaxşısı. Bugün də canlı yayıma gələnlərlə məktəb mövzusunu müzakirə etdik və 20 cümlə öyrəndik. Bu bütün hamısı deyil. Əslində kitabımı əldə etsəniz, orada məktəb mövzusunda görərsiniz ki, adi bir məktəb mövzusuna aşağısı 10-15 səhifə ayırmışam. Yəni baxın görün, təsəvvür edin hətta o səhifələrdə nələr var, neçə cümlə öyrənə bilərsiniz tək məktəb mövzusuna aid. Yəni kim ilk gündən, birinci gündən hər gün gəlirsə artıq 60 cümlə bilir. Müxtəlif mövzulara aid. Bəs sən bu 3 gündə gəlmisənmi? Gəlməmisən? Nə qədər cümlə öyrənə bildin? Daha doğrusu neçə cümləni itirdin? Amma hələ də gec deyil. Kitabımı əldə et, hər gün axşam saat 12-də gəl canlı yayıma. Heç bir müəllimə də ehtiyacın olmasın. Mən səni öyrədəcəm. 11 illik təcrübəsi olan, bir neçə kitabın müəllifi olan bir müəllimə kimi. Mən sənə öyrədəcəm. Yalandan pulunu ora-bura tökmə. O kursa, bu kursa tökmə. Kitabımı əldə et, hər gün gəl canlı yayıma. Vəssalam və mənə güvən.